Bu sualla başlayaq ki, niyə imamların adları Quran-ı Kərimdə çəkilməyib? Elə bir sual. Bəli. Mənə də özümə çox veriblər, elə siz demişkən, elə bilən biraz aktual suallardan biridir. Və belə qeyd edirlər ki, çəkilsəydi daha yaxşı olmazdı. Heç ixtilaf da olmazdı, problem də olmazdı. Mən ilk öncə cavablara başlamamışdan qabaq bir müqəddimə xarakterli bunu qeyd edeyim. İlk öncə bunu söyleyeyim ki, bu sual yalnız Şiə məzhəbinə ünvanlanan sual deyil. Yəni, bu belə deyil ki, elə, yalnız Şiə məzhəbinə verilməlidir bu sual. Yox. Bu sual bütün müsəlmanlara aiddir. Bütün müsəlmanlara. Yaxşı. Niyə Allah Peyğəmbərdən sonra gələn kəslərin adlarını açıqlamayıb? Elə açıqlayardı, hamımız ona tabi olardıq, məsələdə öz həllini tapardıq. Bu, müsəlmanlara ünvanlanan sualdır. Burada xüsusi bir məzhəblə bağlı sual deyil. Mən ilk öncə istədim, sualın dairəsini böyüdək və İslama ünvanlanan sual olduğunu deyək, ondan sonra cavab verək. Bu, yalnız Şiə məzhəbinə aid olsun, onlara cavab versinlər, yox, hamımız cavab verəkdir. Problem hamımızın problemidir. Dərd hamımızın dərdidir. Dərddirsə əgər. Əslən, dərd deyil, dərmandır. Hələ belə olmaq ən gözəl forma idi. Cavab verəcək inşallah. Bu mövzuda istəyirəm, yəni hamı səhnəyə girsin. Müəyyən məzhəb niyə? Hamı gəlsin, girsin səhnəyə, cavab axtarsın, cavab tapsın, cavab versin. Yaxşı. Mən deyirəm, cavab verilməyib, verilib də şükür olsun Allaha. Və problem məxsus bir dənə məzhəbə aiddir. Hamımızın İslam dünyasının problemidir. Sanki evdə bir dənə problem baş verib, qadın kişiyə deyib, bu sənin problemidir. Kişi deyir, bu ailənin problemidir. Ümumiyyətlə, evdə, ailədə fərdin problemi olmur. Problem ailənin problemi olur. Dərd hamımızın dərdi. Necə bir yerdə vücudumuzun bir nöqtəsi ağrıyır, təkcə o nöqtə ağrımır ki, bütün canımız ağrıyır. Ailədə də nədir? Biri xəstələnəndə də hamımız ağrıyırıq. Bu ailənin problemidir, fərdin problemi deyil. Bu məzhəbin problemi deyil. Bu İslam dünyasının cavab verməlidir bu suala. Nəinki xüsusi. Sanki bəzən bir necə görsənir, elə bir ki, bəzilər bu mövzunu elə qururlar ki, özləri cavab tapıb, bir dənə biz ilişib qalmışıq. Cavab tapmısan deyil. Elə sənə də aiddir. Düzdür, qardaşım, mənim əziz qardaşım, mənə də aiddir. Yaxşı. Cavaba başlayayım sizə. Niyə deyirlər imamların adı çəkilməyib? Ad, bad. Cavab. Bir də Quran-ı Kərimin metodikası, mövzuları ümumi, külli şəkildə söyləməkdir. Ümumi, külli şəkildə söylenir. Yaxşı. Təfsilat, xırdalıq, Peyğəmbər və Əhl-i Beytə aiddir. Allah buyurur ki, وَأَنْزَلْنَا عَلَيْكَ الذِّكْرِ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِ Peyğəmbər, biz sənə nazil etdik. Bəyan səndə, şərh səndə, təfsilat səndə və səndən sonra gələn imamətdə. Quran-ı Kərimin metodikasını, mən istədim, yazıcı bir dənə metod toxundum ki, bir dənə ayə ilə mövzunun cavabını axtarmayın. Görsən, bir dənə ayəni götürüb, bir budur. Dedim ki, yox, o mövzu ilə bağlı bütün ayələri yığın bir yerə, düz. İndi bir söz deyirəm sizə. O da budur ki, Quran-ı Kərimin ümumiyyətdə metodikası budur ki, ümumi danışır, küllü danışır, cüz'iyyat və təfsilat kimin öhdəsindədir? Peyğəmbərin və onun davamçılarının öhdəsində. Yaxşı, çox gözəl. Hətta bir hədis deyirəm sizə. Hədis belədir ki, bir şəxs gəldi İmam Sadiqə, yaxınlaşdı. Görünən budur, o dönəmdə aktual imiş bu məsələ. Yaxınlaşdı ki, Quranda Ul-Əmr ayəsi keçib. Yaxşı, o kimlə bağlıdır? Məsələn, cavab verir ki, İmam Əli, İmam Həsən, İmam Hüseyin. Çünki onlar olanda nazil olmuşdu. Ondan sonra da əlbəttə kimə də aiddir? İmam Səccədə də aiddir, İmam Baqirə də aiddir. Burada ki, İmam sənə qurban olum, məsələ biraz fərqlidir, deyir, nədir? İnsanlar deyir, məndən soruşur ki, niyə Əli əleyhissalamın, Əhl-i Beytin adı Quranda çəkilməyib? O dönəmdə. İmam buyurdu ki, qulu ləhum. Gedin onlara bunu deyim. Nə deyim? İnnə Rasulallah nəzələt aleyhissalam. Peyğəmbərə namaz nazil oldu, vacib oldu, buyuruldu ki, namazı çatdır. Düzdür? وَلَمْ يُسَمِّ اللّٰهِ لَهُمْ سَلَاسًا وَأَرْبَعًا Amma Allah o namaz haqqında danışmadı. Çünki namaz əmudud dindir, dinin sütunudur.
bu qədər mühüm ibadətdir, şah ibadətlərdən biridir, mühüm ibadətlərdən biridir. İn qubilət masivahadır. Əgər o qəbul olsa, o birisi əməllərdə qəbul olar. Cənnətin qapısının miftahul cənnədir, cənnət qapısının açarıdır. Bu qədər mühüm mövzu Quran-ı Kərimdə deyilmədi. O 3 rükətdir, 4 rükətdir. Hətta kənə Rasulullah huvəl-ləzi fəssərə zalik ləhum. Peyğəmbər gəldi dedi, bu 3 rükətdir, 4 rükətdir, 2 rükətdir. Bu boyda məsələ. Yaxşı. Yaxşı, necə ola bilər biz namazın rükətin yaxınlaşıb Peyğəmbərdən soruşuruq, Peyğəmbər sünnəsinə müraciət edirik. Bu qədər əhəmiyyətli mövzuda, amma biz Peyğəmbər sünnəsinə müraciət eləmirik. Görə Peyğəmbər nə deyir, o kimdir, kim olmalıdır ümumiyyətlə? Ayədə ki, ümumi qeyd olunub, əmr sahibləri o kimdir? Niyə onu soruşmayaq Peyğəmbərdən? Liyusib ənkum ric əhləl beyt, o kimdir? Niyə soruşmayaq ondan? Yaxşı. Sonra davamında buyurdu, məsum həcc də belədir, zəkat da belədir, həcc də belədir, zəkat da belədir. Həccin nə qədər əməli? Zəkatla bağlı nə qədər əməli? Bunlar kim şərh elədi, kim təfsir elədi? Peyğəmbərimiz, yaxşı. Sonra Peyğəmbər məsum buyurdu, əgər təfsir eləməsəydi, deməsəydi kimdir, o kəslər ulul əmrlə bağlı, deməsəydi ki, onların adını çəkməsəydi, başqaları deyərdi, onlar bizik. Ona görə Peyğəmbər o aya gəldi, izah da verdi, onlar kimdir? Deməli, birinci cavab budur. Quran-ı Kərimin metodikası bundan ibarətdir ki, ümumi danışır. Danışıq üsulu budur. Külliyyatı deyir, yaxşı, cüz'iyyatı adətən varmır və təfsilatı buraxır Peyğəmbər. Onun üslubudur. Quran üslubudur. Sən istədiyin kimi deyil. Quran bir üslubu var. Maraqlı bir üslub. Bu bir. 2. Quran hər kəsin adını çəkmir ümumiyyətlə. Quran metodikası adətən ad çəkməməkdir. Adətən. Firon deyir, tituldur, kimdir? Neynüsüz kimdir? O kəsdir ki, deyir, ənə Rabbukumul ə'la. Mən Rəbbəm. Özünü Rəbb bilir. Kim özünü Rəbb görürsə, o da Firondur. Allah ünvan deyir. Ünvan deyir ki, bütün qiyamətə qədər aid olsun mövzu. Ya məsələn, Allah Quranda deyir, "Mimmən havləkum minəl-ə'rabi munafiqun." Ay Peyğəmbər, sənin ətrafında bəzi o ərəblər var ki, bədəvi ərəblərdir, münafiqdirlər. Onlar bir tərəfə, min əhlil Mədinə mərədu ələn-nifaq. Mədinə şəhərində sənin yanında bəzilər var, nifaqda pik həddədirlər. Sənin yanında özlərini sahabə kimi aparırlar. Pik həddə münafiqdirlər. Amma ad çəkmir. Çəkmədi. Çəkmədi adını. Amma bir sahabə vardı, gəlib Peyğəmbərdən soruşurdu, adlarını deyirdi. Allah'a şükür. O sahabədən gəlib soruşardılar. Adı var, mən oxumuşdum bunu. Yaxşı. İmrəətə Firon. Kimdir adı? Fironun xanımı. Demədi, adı kimdir? Asiya xanımdır. O boyda şəxsiyyət ki, hansı evdən çıxdı, cavan yaşında, İbnili, indək beytən fil cənnə, ilahi, sənin yanında cənnət istəyirəm, gəl çatdı bir zirvələrə, adını çəkməyim. Allah deyib ki, o Fironun evindən çıxıb. Yəni, Fironun evindən Asiya xanım kimi xanım çıxıb. Özdə şəhidədir. Bəli, şəhidə xanım. Yandırıb. Onu çarmıxa qoydular. Çarmıxa? Hə, yandırıb. Əllərini vurdular, mismarladılar, o şəkildə əziyyətlə öldürdülər xanım. Onun adını çəkmir. Çəkmir. Və şəcərətul məl'unə fil Qur'an. Lənətlənmiş bir soy, ağac adını demir. Yaxınlaşsın deyib, Quran demir adı. Bu qədər mühümdür də. Yəni, bu elə bir dənə soydur ki, Peyğəmbərlə, imamətlə mübarizə aparacaq. Ad deməyib. Fəvəcədə abdən min ibadinə. Musa getdi, Xızır ona ustadlıq elədi. Musa gör kimdir? O ləzim Peyğəmbər. Xızır ona ustadlıq eləyir. Xızırın adını demir. Deyir, bəndədir də, nə işin var? Bu xüsusiyyətləri var. Bu istəyirəm deyim, Quran-ı Kərimi nə idi? İkinci cavab budur. Adətən Quran-ı Kərim hər kəsin adını çəkmir. 3-cü məsələ. Məsələ ciddidir. Adı çəkə bilməzdi. Nəinki Allah acizdir. Yox, söhbət ondan deyil. Ad çəkilə bilməz. Niyə? Nəzərə alın ki, Əli əleyhissalama əhl-i beytə o qədər nifrət olub. O qədər nifrət olub. 70 il minbərlərdə lənət demək nə deməkdir?
Yəni minbərin adəti buymuş. Biz çıxırıq minbərə nə deyirik? Rabbi işrahli sadri və yəssirli əmri. Bunlar çıxanda ilk söz budur. Allah mənə bağışlasın, lənət olsun əleyhissalama. Deməsəydilər özlərini bağışlaya bilməzlər. Təhqir eləməsəydilər olmazdı. 70 il belə. Bəni Abbas dönəminə gedin baxın. Mütəvəkkilin vaxtında elə bir dönəm idi. Kimsə balasının adını Əli qoysaydı edam edərdilər. Belə bir dönəm var idi ki, kimsə Əmirül-Möminin haqqında bir söz, hədis demək üçün o tərəfə baxırmış, bu tərəfə qapını bağlayın, oranı bağlayın, buranı bağlayın, kəsin bir də Əlidən hədis deyim. Allah, Allah. Belə bir dönəm. Belə bir vəziyyət. Davam edir, əsrlər davam edir. Bəli. Təsəvvürün Qədirxumla bağlı 4 dənə ayə gəlib də. Qədirxumla bağlı. İkmal ayəsidir, təbliğ ayəsidir. Bir dənə də Səələ sailun bi əzabin vaqi. Bir dənə ayədir, orada 2 dənə ayə gəlib. Orada nə baş verdi? Deyirlər, Qədirxum ki, bitdi, mən kuntu mövlahu, fəhada Əliyyum mövlahu. Mən kimin mövlasıyam? Əli də onun rəhbəridir. Bunu deyən kimi bitəndən sonra məsələ bitdi. Bir şəxs gəldi, yaxınlaşdı. Ya Rasulallah, salam aleykumussalam. Sən ki, dedin, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, rəhbəridir. Bunu Allah dedi, yoxsa sən dedin? Dedi, yox, Allah dedi. Dedi, əgər Allah deyibsə, mənə bir dənə bəla göndərsin, mən məhv olub, mən buna dözə bilmərəm. Bunun haqqında ayə gəldi. Səələ sailun bi əzabin vaqi. Orada bir nəfər vardı, Allahdan əzab istədi. 30-a yaxın əhl-i sünnə alimi, Əllamə gətirir Əl-Qədirdə. 30-a yaxın əhl-i sünnə alimi deyir ki, bu ayə Qədirxumda nazil oldu bu hadisə ilə bağlı. Kimlər deyir? 4 dənə sizə deyirəm. Səələbi, İbn-i Cəvzi, Qurtubi, Hakim Əskani. Bunların hamısının səhifəsinin qeydləri var öz yerində. Hakim Əskani, əhl-i sünnə, dəyərli əhl-i sünnə qardaşlarımızın mənbəsidir. Mənim əziz qardaşlarımın mənbəsidir. Ora baxsınlar. Görəcəkdə 30-a yaxın əhl-i sünnə alim. Dedi ki, o hadisə Qədirxumda gəldi. O adam çox mühüm adam deyildi. O adam. Amma Allah Taala bu ayəni onun haqqında nazil eləməklə o günün vəziyyətini, insanların durumunu bəyan eləmək istedi ki, Əliyə qarşı bu qədər nifrət var. Nifrət var. Hətta bir nəfər yaxınlaşdı. Dedi ki, Əli, dedi, bəli, o hadisə baş verən ki, bəla gəldi axı ona, məhv oldu. Dedi, Əlican, dedi, bəli, dedi, burada bunlardan çoxdur ya. Sadəcə bu ürəyini açdı, bəziləri gizlədib. Yəni, sən Peyğəmbərdən sonra içlərini tökəcəklər. Yəni, başına daş düşdülər, adam çoxdur. Düzdür, dedilər, bəxin-bəxindəki ya Əmirəl-Möminin, amma sonra... Sonra çətin oldu. Əmirəl-Mömin elə bir mövzudur ki, deyir, bəla gəlsin, eşitməyim. Əleyhissalam kimdir? Kimdir? Meyyardır da. Sıxılır da, qulaq asmaq istəmir də Əmirəl-Mömin fəziləti. Ürək elə bir vəziyyətdədir ki, danışmadan mənfə. Demirək, dua eləginlə, əgər Əli idisə imam, dua elə mən qəbul eləyim. Onu istəmirəm də qəbul eləyim. Mən belə yaşamaq istəmirəm. Mən bunu dözə bilmərəm deyir ki, Əli imam olsun, xeyr ola. Vəziyyət budur. Allah o günün vəziyyətini, durumunu bizə izah eləmək üçün bu hadisə ilə bağlı bir dənə ayə, 2 dənə ayə davamında nazildir ki, yəni o günün durumunu bəyan eləsin ki, vəziyyət bu idi Əliyə qarşı. Hətta ayə necədir? Vallahu ya'simukə. Allah səni özü qoruyacaq, narahat olmayıb Peyğəmbər. Danışqınan. Görünən budur, vəziyyət çox ciddidir ki, Allah Peyğəmbərə deyir ki, çatdır bu məsələni, özüm şəxsən səni qoruyacaq. Gör, nə qədər nifrət var Əmirül-Möminlə. Vallahu ya'simukə. Allah səni özü qoruyacaq. Yaxşı. Yaxşı, belə bir durum, belə bir vəziyyət. Adlar çəkilsəydi nə olardı? Əgər adlar çəkilsəydi, Quranı təhrif eləyərdilər. Eləyərdilər. Quranı o ailə çıxardardılar. Siz deyirsiniz, Allah qoruyacaq, Allah belə qorudu dələ. Allah nişanələrlə dedi, ünvanla dedi, vəsflə dedi, həm dedi, həm də qorudu Quran, təhrif olmadı. Həm Əhl-i Beyti qorudu, həm Quranı qorudu. İkisini saxladı. İndi mən əgər qoysam təəssübü kənara, görəcəm nə var, nə yox. Düzdür. Hamımız oturaq, bir dənə belə qəşəng söhbət eləyək. İndi bəzi adamlar bilmir, bilir, qəbul edəcək, çox gözəl. İndi biləniniz odur, qəbul edib, özü bilsin. Bizim vəzifəmiz bu qədər, düzdür. Çatdırma bu qədər. Bu üslubla Allah Taala Quran-ı Kərimi özünü qorudu. Yoxsa Quran-ı Kərim təhrif olardı, mənim qardaşlarım, mənim bacılarım. Siz elə belə bilməyin məsələni. Məsələ çox sıradan bir məsələ deyil. Məsələ ciddi məsələdir. Yaxşı. 4-cü məsələ, əgər adlar çəkilsəydi,
yalancı şəxslər peyda olacaqdı. Deyəcəklər ki, o ad çəkilib, o Əliyə mənəm. Hərə birini özünə nisbət verəcəkdi. Necə ki, tarix boyu gedin, baxın, Məhdəviyyətlə bağlı olan kitabları oxuyun. İmam Zamanla bağlı bəzi mövzulara siz müraciət edin. Görürsünüz ki, bəzi insanlar olub ki, adı Həsən olub tarixdə, öz oğlunun adını qoyub imamın adını, 12-ci imamın adını ki, sabah desin, elə o imamın atası mənəm, bu da imamdır, özünə adam yığmaq üçün. Əgər adlar bir-bir çəkilsəydi, buyururlar ki, yalancı şəxslər peyda olacaq, deyəcəklər ki, elə o bizik, o bizik, bizə aiddir. Yaxşı. Siz təsəvvür edin ki, nə qədər hədislərə qadağalar qoyuldu. Niyə? Nə üçün? Hədislərə ona görə qadağalar qoyuldu. Bir səbəbi də bu idi ki, Əhl-i Beytlə bağlı çoxlu fəzilətlər hədislərdə qeyd olunmuşdu. Deyilmişdi. Yandırdılar nə qədər hədislər. Mən bir də sizə dəyərli qardaşlarımın mənbəsindən deyirəm. Əhməd İbn Həmbəl, Müsnədi, səhifə 57, hədis 6510, məşhur sənəddir ya. Yaxşı. Deyir, bir nəfər deyir ki, Abdullah İbn Əmir deyir ki, Kuntu əktubu kullə şeyin əsma'uhu min Rasulillah. Mən Peyğəmbərdən nə eşidirdim? Peyğəmbər zamanı, diqqət edin. Peyğəmbər zamanı nə eşidirdim? Yazırdım. Peyğəmbər bir sözü yazırdım. O günə baxın. Uridu hifzəh. Zehni hifz edirdim. Yazırdım, hifz edirdim. Fənnəhətni Qureyş. Qureyş mənim qabağımı aldı. Qureyş kimdirsə, Qureyşin mühüm adamları var ki, orada vəzifə olan, o belə də nüfuzlu adamlar qoymadılar. Peyğəmbər də Qureyşdən də, əmir olma, ümumi Qureyşdən kimdirsə mühümlərdir. Deyir, fənəhətni Qureyş. Qureyş mənə qoymadı. Fəqalu innəkə təktub kullə şeyin təsməuhu min Rasulillah. Nə eşidirsən Peyğəmbərdən yazırsan? Dedi, hə, yazıram. Deyir, sən bilmirsən ki, və Rasulullah bəşərun. O da bir dənə bəşərdir də. Bunlar nəyə ki, əmir-el-müminin? Peyğəmbəri qəbul eləməyirlər. Peyğəmbəri qəbul eləməyirlər. Onu da gözləyirdi bəzi ki, ölsün, canı qutarsın, məsələ keçsin, bitsin. Peyğəmbərin sağlığında deyilən sözdür. Bax, onu hədisi deyirəm sizə. Sən bilmirsən Rasulullah bəşərun və yetəkəllən fil xazəbi və rıda. Hissənir də danışır, sevinç halda da danışır. Adam sevinəndə görsən artıq söz deyər, hisslənəndə görsən biraz özündən çıxar başqa söz deyər. Yəni o da bizim kimi bəşərdir. Hisslənəndə bir söz deyib götürürsə yazsa, heç sənət deyir axı o. Özündən söz deyir də. Sevinəndə bir söz götürüb yazma inan. Hey Allahım. Quranın dediyi o münafiqlərdən. Bəli. Deyir ki, fəəmsəqtu ənil kitab, yazmağa dayandım. Fəzzəkkərtu zalik li Rasulillah. Getdim bunu Peyğəmbərə dedim. Peyğəmbər buyurdu, fəqal, uktub, yaz. Uktub, yaz. Fəvəlləzi nəfsi biyədik, canım əlində olana and olsun, yəni Allaha and olsun. Ma xərəcə minni illəl həq. Nə deyirəmsə haqq deyirəm. Arxayın. Niyə qoymurdular? Niyə? Çünki bəzilər deyir ki, Qurandan qarışar, ayələr hədisə. Bu Peyğəmbər deyir, yaz. Peyğəmbər bilmir, nə var, nə yox. Görünən bu da bu söz bəhanə idi. Söz bəhanə idi. Yaxud da ki, Peyğəmbər görürdülər ki, bəzi şeylər ki, Əhl-i Beytin fəzilətini deyir, özündən sonra kimlər də ulləmir, bir-bir deyir, eləyir, onları da silməyə başlayırlar. Necə hədisləri yandırdılar, hədis qadağası qoydular, həmən proses gələcəkdir Qurana. Deyərsən, mümkün deyil. Necə oldu 120 min insan bir gün Qədir-Xumda Peyğəmbərin bu ayəsini eşitdilər, əlbəəl gəlib 3 gün beyyət elədilər. Peyğəmbər dünyasını deyişən kimi gəlib Əhl-i Beytin qapısını yandırdılar. Quranı silməzdilər, ayənin adları təhrif eləməzdilər, deyirsiniz. Niyə eləməsinlər ki? Ona görə vəziyyət ciddi idi. Vəziyyət ciddi idi. Yaxşı. Bəli. Hətta, üzr istəyirəm hacı, hətta Əhl-i Beytin imamlar dünyasını dəyişəndə bəzən qəbirləri, hələ İmam Əleyhisselamın qəbri gizli qalmadı mı? Nəyə görə? Hətta qəbrin dağıdılması, çıxarılması, ehtiramsız olması da var idi. Bəli. Onu qəbirdən çıxarıb ehtiramsızlıq eləməklə. Quran ad çəkmədi, maraqlı metoddan istifadə elədi. O da bu idi ki, vəsiflərlə bəyan elədi. Vəsiflərin dedi. Gözəl bəyan. Çox belə maraqlı bir yol tutdu.
ki da o vəsiflər hamısı o qədər vəsifdir ki özdə. Çıxmaq olmur ha vəziyyətdən. O yerə gəl çatdı ki, deyirlər, yox budur. Allah başladı nə eləməyə? İmamətdən nə qədər danışdı Quran? Məgər imamətdən danışmayıb? İnnəmā yuridullah liyuzhibə ənkumur rics əhləl beyt və yutəhhirəkum təthira. Allah siz əhli beyti pak elədi, çirkinliklərdən pak elədi, mütəhhər elədi. İmamətdir də. La əsəlukum əleyhi əcrən illəl məvəddətə fil qurba. Sevin bu əhli beytimi, imamətdir də. İnnəmā nut'imukum livəçillah. Özləri ac qaldı, yedirtdi əhli beyt də. La nuridu minkum cəzaən və la şükura. Heç nə sözdən istəmirik, təşəkkür istəmirik, əhli beytdir də. Əbnaəna, əbnaəkum. Əbnaəna, əbnaəkum, əhli beytdir. Ənfusəna, ənfusəkum, əhli beytdir. Nisaəna, nisaəkum, əhli beytdir. Qul i'məlu səyərəllah əmələkum və rəsuluhu vəl-mü'minun. Əməllərinizi seyr eləyən qiyamətə qədər əhli beytdir. Ətiullah və rəsul, ətiullah və ətiur rəsul və ulul əmri minkum. İtaət eləyin bunlara, əhli beytdir. Minən nasi mən yəşir nəfsə ibtiğa əmərdatillah. Mənim bəndələrimin içərisində eləsi ki, var ki, bütün ömrünü mənə verdi. Heç nə istəmirsən, bir dənə istəyi budur. Mənim razılığım olsun, əhli beytdir. Əl-yom əkməltu ləkum dinəkum. Dinin kamalı əhli beytdir. Ətməmtu aleykum niməti, nehmətin tamamı əhli beytdir. Raditu ləkum əl-İslamə dinən, razı oldum bu dindən, əhli beytdir. Yevmə izinlə tusəlunnə ənin nəyim, qiyamət günü neymətlər haqqında sorğusu olacaqsınız, əhli beytdir. Salihul müminin, əhli beytdir. Ondan sonra Allah Taala gəlir, nələr demir? Nələr demir? Axırında, bu yaxında dediniz, hadi ayət. Likulli qovmin had, əhli beytdir, hidayət eləyən əhli beytdir. Və sadiqunə sadiqu və sabiqunə sabiqun, öndə olanlar əhli beytdir. Yəşhəduhul müqərrəbun, əhli beytdir. Fi buyutin əzinəllah ən turfəa, o uca ev əhli beytin evidir. Fəsəlu əhlə zikr, əhli beytdir. Ənə mədinətul elm və əliyyun babuha, əhli beytdir. Xeybər əhli beytdir, Əhzab əhli beytdir, Uhud, Bədir əhli beytdir, Aşura, Zuhur əhli beytdir, Fatimiyyə, Qədirxum əhli beytdir. Nə desin, nə qədər desin? Maşallah. Vəsf elədi də Allahımız bizə. Sən Allah bu qədər vəsfdən sonra deyə bilərsən, Quran əhli beytdən söz danışmayıb. Bundan sonra demək olar ki, ya əhli beyt İslam deyil. Hacı, bu dedikləriniz zərbətü əliyyun idi ya. Zərbə idi. Gözəl. Bunlar hamısı vəsf eləyib Allah Teala. Vəsf eləyib, bir-bir danışıb bizə. Nələr danışmayıb bizə? Nələr demədi bizə? Allah sizi qorusun. Davam eləyim, qoy biraz ürəyim doludur, qoy danışım. Zərbət-i əliyyün deyirəm buna, hacı. Həm hədisdir, həm də ki, bütün bunlar hamısı möhtəşəm cavablardır. Bəli, davam eləyirəm. Təsəvvür eləyin ki, bir dənə söz deyirəm sizə. Əmirül-Mömin hər fəziləti üçün ayrıca kitab yazılır. Hər fəziləti üçün. Leylətul Məbit, gecə yatdı Peyğəmbərin, onun üçün bir dənə fəzil kitab yazılır. Yutəhhirəkum təthirə ayrı kitab yazılır. Ənfusənə ənfusəkuma ayrı kitab yazılır. Salihul Möminə kitab yazılır. İnnəmə nut'imukum livəcihillah kitab yazılır. Qardaş, hər fəzilətinə kitab yazılır cildlərinə. Gör kimdir bunlar? Bunların fəziləti məgər qutarar, bitər, tükənər. Bunlar qutarmayacaq. Sən yazacaqsan, danışırsan, nə qədər danışırsan, danış, bitməzlər. Qutarmazlar, yekunlaşmazlar. Bunlar belə bir şəxslərdir. Hacı, bu yerdə yeri var, Əllamə Əmininin adı gəlsin də. Dediyəm, mən haqqımı hava eləməyəcəm də onlara. Yəni, ömrümü xərclədim ki, əlinin haqq olmasını bəyan edeyim. Bir 40 ilmi verdim, bəli. Baxın, indi başqa söz deyim sizə. Təsəvvür edin ki, lap misal deyirəm, Əmirül-Mömin adı çəkilib Quranda. Mən kuntu mövlahu fazə əliyyü mövla. Tutaq ki, ayət. Mən kimi mövlasıyım, əldə o mövlasın. Tutaq ki, ayət. Nə deyəcəklər? Siz də olsun ayədə, dost deyib də burada Peyğəmbər. Allah. Ənfusana, ənfusəkum ayəsini nə qədər mənbədən dedim. Qəbul edilməyən, deyəcək, nə olsun, gətirdi Peyğəmbər öz canını, gətirdi. Bir nəfər gətirməyə əlini gətirdi. Fəzilət deyil. Fəzilət deyil ki. İnnəmə nut'imukum livəçillah. Yedirtdilər, nə olar yedirtdilər? Biz də yedirtdərikdir. Fəzilətdir. Kəbədə dünyaya gəlib deyir, o nə olsun, fəzilət deyil. Baxın,
Yəni mövzu at çəkilsəydi də qəbul eləmək istəyən insan qəbul eləyər. Adam ki, əvvəldən bir şey qəbul eləmək istəməsə, 1000 dənə bəhanə gətirir. 1000 dənə bəhanə gətirir. Bu belədir, bir qaydadır. Doğrudur. Bir qaydadır. Xülasə, bu sözlərlə deyim. İmamət Qurandan kənar mövzu deyil. Quranın bətnində yer alan mövzudur. Quran və imamət mövzusu biri digərini tamamlayan mövzudur. Biri natiqdir, biri samitdir. Nə Quranı əvəz edəcək kitab var, nə Əhl-i Beytlə müqayisə olunacaq şəxslər var. Qul la'in ictəma'atil insu vəl cinnu ala ən ya'tu bimisli hazəl Qur'an la ya'tuna bimisli. İns o cin yığışa ki, bu kitab kimi kitab gətirsin, gətirə bilməyəcəklər. Nəhnu əhlul beyt la yuqasu bina əhəd. Biz Əhl-i Beytlə heç kəs müqayisə oluna bilməz. Quran-ı Kərim Allahın ayəsi və ilahi əsmanın təcəllisidir. Fətəcəllə ləhum fi kitabihi. Allah təcəlli elədi öz kitabında. Necə ki, Əhl-i Beyt də Allahın yer üzündə ilahi əsmasının təcəllisidir. Allahın ən böyük nişanələri bunlardır. Nəhnu əsmaullahul husna. Biz Allahın adlarıyıq, o əsmanın canlıları bizlərik. Əmirül-Mominin deyir, malillahi ayə hiyə əkbər minni. Məndən böyük nişanə var, o Peyğəmbərin yetişdirdiyi tələbə deyir. Peyğəmbərin yetişdirdiyi tələbə deyir. Quranın bir bənzəri var, Əhl-i Beyt. Əhl-i Beytin bir oxşarı var, o da Quran. Kənə xulqu Rasulullah Kənə xulqu Rasulullah əl-Quran. Peyğəmbərin əxlaqı Quran idi. Əhl-i Beyti bizə ən gözəl tanıda bilən Qurandır. Quranı ən gözəl bizə bəyan eləyən Əhl-i Beytdir. Quran Əhl-i Beytin söz və əməllərinin sənədidir. Onlar diri Qurandılar. Quran onların şəxsiyyət kimliyidir. Quran-ı Kərim və Əhl-i Beyt sırat-əl müstəqimin özüdür və təfsiridir. Peyğəmbər, mən sizə 2 miras qoyub gedirəm. İnni tarikum fikumus səqələyn. 2 dənə ağır əmanət qoyub gedirəm. Kitabəllah və itrəti. Biri kitabdır, biri itrətimdir. Sonra barmağın qaldırdı belə. Dedi, kəhateyni, kə isbeyi hateynik. Bu 2 barmağım kimi. Bax, bu 2 barmağım kimi. Sonra Peyğəmbər belə elədi. Bu barmaqlarını qardı. Və la əqulu kəhateyni. Belə demir, amma belə deyirəm. İkisi yanaşı. Yəni, mən bunları göstərmədim, biri aşağıda, biri yuxarıda. Bunlar ikisi biri digərini tamamlayır. İkisi də mirasdır. Biri hidayət üçün kifayət eləmir. Əhl-i Beyti qoysan kənara, hidayət ola bilməzsən. Quranı atsan kənara, hidayət ola bilməzsən. Quran və Əhl-i Beyt ikisi insanı Allaha aparır, Allaha çatdırır. İslamın sözü bunların ikisinin sözüdür. Quran ümumbəşəri kitabdır. Əhl-i Beyt də ümumbəşəridir. Hudən linnasdır. Hudən linnasdır. Necə ki, Peyğəmbərimiz Əhl-i Beyt də ümumbəşər. Likulli qovmin haqqdılar. Hər qövmin hadisi var. Yəni, bu imamlar ümmətin hidayət eləyənləridir. Son da hədisim bu olsun bugün üçün. Əqimu hazeynil əmudeyni və əvqidu hazeynil misbaheyni. Əmirül-Mominin deyir. Bu 2 dayağı qaldırın. Bu 2 çırağı yandırın. Bu 2 dayağı qaldırın. Bu 2 çırağı yandırın. Və o xeymənin altından yığışın. Əhl-i Beytin evi oradır. Fi buyutin əzinəllah oradır. Yaxşı. O evin altında, o çırağın altında yaşayın. Bu da bir sual ki vermişdim ki, danışmaq istəyirdim ki, Əhl-i Beyt Quran-ı Kərimdə belə deyək də yoxdur adları, narahat olmayın. Allah da Quranda Əhl-i Beytdən nələr deməyib ki, bizə, mənim qardaşlarım, mənim bacılarım, nələr deməyib ki. Allah bizi Əhl-i Beytdən ayrı salmasın. Amin. Allah bu millətə gözəl lütf edib. Əhl-i Beyt sevir bu millət. Əli əleyhissalamın adı gələndə sevinir ürəyi. İmam Hüseynin adı gələndə qəlbində İmam Hüseynə qarşı eşq var. Həzrət-i Zəhraya məhəbbət var. Allah bu xalqa böyük neymət verib. Bu neyməti qoruyub saxlamaq Allah bizə nəsib eləsin. Amin. Amin. Hacı, neynədir siz? Neynədir siz? Maşallah. Allah sizi qorusun. Hacı, da, nə bilim, şərhsiz də yenə də şərhsiz.